Bu biçimdən də qoşulacaq müəllim kompüterdən. Telefonda gözü adamın tamamını deyə. Səssiz birindən eşitdim birindən. Bax, necə istəyirsən. Onsuz rekord edib atacam sana, baxacaqsan. Deməli, başlayırıq 3-cü bölmədən artıq konstitusiyamızın qanunvericilik hakimiyyətindən başlayırıq. Ümumiyyətlə, Azərbaycan Respublikasında bilirsən də, 3 cür hakimiyyətlər bölünmə prinsipindən təşkil olunur. Konkret olaraq, hakimiyyət bu adamdadır, hakimiyyət bu şəxsiyyətdə deyilən bir şey yoxdur. Yaxşı mı? Deyir ki, 3 dənə hakimiyyət var. Bu hakimiyyətlərdən biri qanunvericilik işini görür, qanunları verir, qərarlar verir. Biri icra eləyir, biri də nəzarət eləyir. Ümumi olaraq mübahisələri həll eləyir. Deyir ki, bunlardan biri hansıdır? Qanunvericilik hakimiyyəti deyir ki, qanunları hazırlayır. İndi ona baxırıq qanunvericilik hakimiyyətinə. Deyir ki, qanunvericilik hakimiyyəti Milli Məclis həyata keçirir. Və Milli Məclisin 125 dənə deputatı var. Niyə görə 125 deputatı var? Çünki Milli Məclisə seçkilər majoritar seçki sistemi deyilən bir qayda var. O üsulla seçkilər keçirilir. Bu üsulun da üstünlüyü digər seçki sistemlərindən fərqi budur ki, hər seçki dairəsindən bir dənə mandat seçilir Milli Məclisə. Azərbaycanda ümumi olaraq 125 dənə seçki dairəsi olduğuna görə, hərəsindən də bir nəfər seçildiyinə görə, gəlir 125 dənə deputat olur. Düzdür? İndi 125 dənə deputat seçildi. Daha sonra bu 125 dənə deputatın 4-ü deputatlıqdan çıxmayacaq. Sadəcə olaraq oradakı yerindən çıxacaq. Necə? Bir nəfər sədr plus 3 nəfərdən müavin. Bunlar da 125 deputatın içərisində seçiləcək. Sadəcə olaraq 125 deputatı xalq seçdi, göndərdi Milli Məclisə. Daha sonra Milli Məclisin özü başlayacaq, səs verib bir dənə sədr, 3 dənə də müavin seçəcəklər. Yerdə neçə deputat qalacaq? 121 dənə deputat. Yaxşı mı? Düzdür? 121 dənə deputat qalacaq. Ona görə sənə qəbula sual düşsə ki, deputat xalqı təmsil edə bilərmi? Deyirsən ki, bəli, xalqı təmsil edə bilər. Çünki xalq seçib. Amma daha sonra Milli Məclisin sədri ilə müavinləri bunların gördüyü işlərin siyasətdən çıxarılıb, biri sədr, üçü də müavin olduğuna görə onları artıq xalq seçmədi. O vəzifə artıq onları xalq seçmədi və buna görə də deyirik ki, bu adamların xalqı təmsil etmək hüququ yoxdur. Keçirik digər məsələyə, Milli Məclisin səlahiyyətinə. Bunun səlahiyyət müddəti 5 il. 5 il fəaliyyət göstərəcək. Amma 5 il standart ola bilər ki, elə bir hal ola bilər ki, prezident Milli Məclisi buraxsın. Yəni, səlahiyyət müddəti 5 ildən az olsun. Elə bir hal da ola bilər ki, tutaq ki, 5 ilin tamamında seçkilər keçirilməli, amma müharibədir, nəsə başqa bir adekvat haldır, seçkilər keçirilə bilmir. Bu halda nə olacaq? Bu halda da səlahiyyət müddəti artırılacaq. İndi deyirik ki, 2025-də bu Milli Məclis seçilib, 2030-da bir də seçilməlidir. Sadəcə olaraq tutaq ki, Azərbaycan Respublikasında hərbi əməliyyatlar aparılır. Bax, demirik ki, müharibə aparılır. Deyirik ki, müharibə şəraitində hərbi əməliyyatlar aparılır. Ola bilər ki, bu elə müharibə də ola bilər ki, antiterror əməliyyatı da ola bilər, hər hansı başqa bir əməliyyat da ola bilər, hərblə bağlı olan əməliyyat. Yəni, konkret müharibə olması kifayət eləmir. Yəni, demirik ki, konkret müharibə olmalıdır. Xeyr. Müharibə şəraitində hərbi əməliyyatlar aparılanda Milli Məclisin seçkilərin keçirilməsi mümkün deyil və buna görə də seçkilərin keçirilməsini təmin edən bir dövlət orqanı var. Yəni bu dairələri seçir, orada bülletenləri hazırlayır və s. Gələn adamların siyasətini çıxardır, 18 yaşdan sonra. Bu işə baxan Mərkəzi Seçki Komissiyasıdır. Mərkəzi Seçki Komissiyası həmin bu seçkilərin keçirilməsini təmin edən dövlət orqanıdır. Fərqi yox, Milli Məclis fərqi yoxdur, bələdiyyə seçkiləri fərqi yoxdur, referendum fərqi yoxdur, prezident seçkiləri. Hamısı Mərkəzi Seçki Komissiyası yadında qalsın. Və Mərkəzi Seçki Komissiyası belə olan halda görür ki, Azərbaycanda müharibə edir, müraciət edir kimə? Konstitusiya Məhkəməsinə. Konstitusiya Məhkəməsinə müraciət edir ki, seçkilər keçirilməsi mümkün deyil. Əgər mümkündürsə, seçkilər saxlayaq sonraki bir müddətə. Konstitusiya Məhkəməsində bununla bağlı qərar qəbul edir. Deməli, ekranda yazıram. Nə oldu? Mərkəzi Seçki Komissiyası Konstitusiya Məhkəməsinə müraciət edir. Bu qaydamız prezidentdə də belədir, prezident seçkinin uzadılmasında. Milli Məclis seçkinin uzadılmasında da belədir. Bələdiyyə seçkinin uzadılmasında da belədir. Yaxşı mı? Protokoldan kənar düşə bilər sizə, ona görə yadında saxlayırsan, hər üçündə bu formadadır. Sonra keçirik digər bir məsələyə. Deyirik ki, yaxşı, Milli Məclis seçkilər nə vaxt keçirilir? Hər 5 ildən bir bildik. Bəs hansı ayda keçiriləcək? Noyabr ayının 1-ci bazar günü keçiriləcək və Milli Məclisin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası
Milli Məclisin çağırışının səlahiyyət müddətindən məhdudlaşır. İndi var Milli Məclisin deputatının səlahiyyət müddətinin məhdudlaşması, bir də var Milli Məclisin deputatının səlahiyyət müddətinin bitməsi. Bunların arasında fərqli anlayışlar var. İndi izah eləyəcəm anlayışlar nədir. Anlayış budur ki, deputatın səlahiyyət müddətinin məhdudlaşması o deməkdir ki, deputat hələ Milli Məclisdədir. Hələ Milli Məclisdədir, gəlməyib Milli Məclisdən. Sadəcə olaraq deputat kimi səs vermə hüququ artıq saxlanılıb. Yaxşı, səs verə bilmir artıq. Bu adamın elə ən birinci işi budur ki, qanun, qərar layihələrinə bağlı səs versin də, düzdür? Bu adam hələ Milli Məclisdədir, amma səs verə bilmir. Yəni səlahiyyətlərin bir hissəsi itirildi. Bir də var Milli Məclisin deputatın səlahiyyət müddətinin bitməsi. Bu nədir? Milli Məclisin deputatın səlahiyyət müddəti misalında yeni deputatlar gəlir, öz yerin təhvil verir yeni deputata, çıxır gedir Milli Məclisdən. Bu artıq səlahiyyətinin bitməsi deməkdir. Yaxşımı? Deyirik ki, indi Milli Məclisin deputatının səlahiyyət müddəti nə vaxt məhdudlaşır? Milli Məclisin çağırışının səlahiyyət müddətinə. Misal üçün, noyabr ayının 1-ci bazar günü keçirilir də seçkilər, düzdürmü? 1-ci bazar günü seçki keçirilir. Hər üstündən 2 həftə bir müddətdə Konstitusiya Məhkəməsi onu yoxlayır, seçkilərin nəticəsini. Biraz vaxt gedir və ondan sonra bilinir ki, misal üçün, bu yerdə bura kim seçildi? Növbəti 125 nəfər kimdir? Bu seçkilər başlayan kimi, yəni bu seçkilər başlayan kimi, Milli Məclisin deputatının səlahiyyət müddəti məhdudlaşacaq. Yaxşı, yəni yeni çağırış gələndə, yeni çağırışın səlahiyyət müddətinə məhdudlaşacaq. Bu məhdudlaşmadır. Keçirik ikinci bir məsələ. Deyirik ki, Milli Məclisin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddətindən məhdudlaşacaq. Mən bu günləri tutaq ki, Ramili seçmişəm 2025-də, 2030-a qədər fəaliyyət göstərməlidir bu adam. Amma 2027-ci ildə Ramil deputat kimi səlahiyyətini itirir. Hər hansı bir hadisə baş verir, deputatlıqdan çıxır. Bu adam 2030-a qədər qulluq eləməlidir, düzdürmü? Yerdə neçə il qaldı? 3 il. İndi Ramilin yerinə yeni bir deputat seçilməlidir. Həmin gələn deputat artıq 5 illik seçilmir, 3 illik seçilir. Ona görə deyir ki, deputatlıqdan çıxanın qalan səlahiyyət müddətindən məhdudlaşır. Yaxşımı? Bəs mən yenidən gələnin yenə seçirlər. Yenidən gələn üçün həmin, misal üçün, tutaq ki, Ramil haranın deputatıdır? Deyək ki, Qobustan, misal üçün da. O deputat üçün artıq sırf Qobustan əhalisi arasında seçkilər keçiriləcək. Yaxşımı? Sırf, onda seçki keçirilir. Əhatə etdiyi ərazi ilə. O ərazi ilə ümumi olaraq yox. Sonra keçirik digər bir məsələyə. Milli Məclisin deputatlığına namizədlərə aid tələblər. Ən sadə tələb, ən sadə. Bizə deyir ki, Azərbaycan Respublikasının vətəndaşı ol. Bir də seçkilərdə iştirak etmə hüququn olsun. Sən deputat seçilə bilərsən. Ay nə bilim, ali təhsilin olsun. Ay nə bilim, iş stajın olsun və s. Belə şeylər yoxdur. Seçkilərdə iştirak etmə hüququna malik ol. O da ki, 18 yaşdan sonra 18 yaşda formalaşır. Yəni, fəaliyyət qabiliyyətinə maliksənsə, seçkilərdə iştirak etmə hüququna maliksən. Seçkilərdə iştirak etmə hüququna malik ol. Azərbaycan Respublikasının vətəndaşı ol, deputat seçilə bilərsən. Yaxşı, bəs kimlər deputat seçilə bilməz? Əsas məsələ budur. İndi buna baxırıq. Deyirik ki, ikili vətəndaşlığı olan şəxs, məsələn, Azərbaycanın həm də Türkiyənin vətəndaşlığı və yaxud da ki, başqa dövlət qarşısında öhdəliyi olan şəxs, Azərbaycan Respublikasının Fransa səfiri, Azərbaycanla yanaşı Fransa hökuməti qarşısında da öhdəliyi var. Və yaxud da ki, keçmişdik ki, biz dövlət qurulunda, məsələn, prezidentin ticarət nümayəndələri, yaxşımı? Xarici ölkədə ticarət nümayəndələri. Bizimlə yanaşı başqa dövlət qarşısında da öhdəliyi var. Bu adamlar deputat seçilə bilməz. İkinci bir məsələ. Hakimiyyətin 3 dənə qolu vardı. İndi bura seçilən hansı qolda fəaliyyət göstərəcək? Qanunverici. Yerdə hansı qolları qaldı? Məhkəmə, bir də icra. Deyir ki, məhkəmə və icra hakimiyyətinin sistemində qulluq edirsənsə, sən deputat seçilə bilmərsən. Misal üçün, bax, sən icra hakimiyyətində işləyirsən, sən deputat seçilə bilmərsən. Daha sonra, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, yəni bunlarla fəaliyyət ola bilər. Başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməz. Sonra, din xadimləri deputat seçilə bilməz. Çünki Azərbaycan Konstitusiyasının əvvəlində keçdiyi dünyəvi dövlət. Dini dövlət. Yəni, din xadimləri hakimiyyətin idarə olunmasına iştirak edə bilməz. Daha sonra, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, burada da nəyə fikir verirsən? Testdə düşəcək ki, fəaliyyət qabiliyyətsizliyi olan şəxslər deputat seçilə bilməz, yanlışdır. Onun fəaliyyət qabiliyyətsizliyi mütləq şəkildə məhkəmə tərəfindən təsdiq olunmalıdır. Yaxşımı? Buna baxacaqsan.
Digər bir məsələ. Ağır cinayətə görə məhkum olmuş şəxslər deyir, deputat seçilə bilməz. Mən bu günlərim tutaq ki, kimsə öldürmüşəm. Bu cinayət sayılır. Yəni mən girdim, 25 il yatdım, çıxdım. Mən deputat seçilə bilərəm. Yəni cinayətə görə məhkum olmuş şəxs deputat seçilə bilər. Amma ağır cinayətə görə məhkum olmuş şəxs deputat seçilə bilməz. Xüsusilə amansızlıqla adam öldürür, misal üçün bu adamlar. Və bir də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində hal-hazırda cəza çəkən şəxslər. Bu adamlar deputat seçilə bilməz. Yaxşımı? Altından xətt çəkdiyim yerlərə mütləq şəkildə diqqətli olursan. Sonra deyirik ki, yaxşı bəs Milli Məclisin deputatların nəticəsini kim yoxdur? Bax, burada da indi bir dənə qızıl qayda öyrədəcəm, onu da hər yerdə tətbiq edəcəksən. Deyirəm ki, istər prezident seçkisi olsun, istər Milli Məclisin seçkisi olsun, bələdiyyə seçkisi olsun, yaxşımı? Referendum olsun, hər bir halda seçkilərin nəticəsinin düzgünlüyü Konstitusiya Məhkəməsi yoxlayıb təsdiq edəcək. Yadında qalsın. Yaxşımı? Hər bir halda. Keçirik digər bir məsələyə. Milli Məclisin deputatının səlahiyyətinin bitməsinə. Deyir ki, Milli Məclisin deputatının səlahiyyəti, Milli Məclisin yeni çağırışı ki var, onların ilk iclas günü bitəcək. Bitir. İlk iclas günü. Misal üçün, 125 nəfər yeni deputat seçilir. 125 nəfər yeni deputat, misal üçün, noyabr heç dekabr ayının 5-də iclasa yığışmalıdırlar. Dekabr ayının 5-də bunlar iclasa gələndə Milli Məclisdə olan köhnə 125 dənə deputat duracaq, yerlərini verəcək bunlara və onlar çıxıb gedəcək. Bax, səlahiyyəti onda bitəcək. Səlahiyyəti onda bitəcək. Və bir də deyirik ki, Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalanda seçkilər keçirilmir. Yadında qalsın. O bir nəfər deyildi ki, misal üçün bir nəfər çıxdı, yerinə bir nəfər gəlirdi. Bax, bu o qaydaya aiddir. Misal üçün, 2 ay qalıbsa seçilməyəcək. Yəni 120 gündən az müddət qalıbsa o adam üçün seçki keçirilmir. Yəni tək mandat üçün, tək yer üçün seçki keçirilmir. Onsuz da 120 gündən sonra ofşi seçki keçirilir də buna görə. Yaxşımı? Başa düşdüm. Bir də Milli Məclisin 83 deputatının səlahiyyəti təsdiq olunduğunda səlahiyyətlidir. Sual verəcəksən ki, müəllim, niyə görə 125 yox, niyə görə 65 yox, sırf 83 deputat? Bu da ki, kollegial orqanlarda, bax, istər Milli Məclis olsun, istər bələdiyyə olsun, Dövlət Qulluğu İdarəetmə Şurası olsun, komissiya olsun, fərqi yoxdur. Kollegial o deməkdir ki, bu orqanda tək bir adam qərar vermir. Hamı ümumi şəkildə qərar verir. Yaxşımı? Səs vermə yolunda. Kollegial orqan bu demək. Bütün kollegial orqanlarda həmin kollegial orqan o halda qəbul etdiyi qərar keçərli sayılır ki, onun üzvlərinin 3/2 hissəsinin səs çoxluğu təsdiq olunsun. 3/2 hissəsinin fəaliyyəti təsdiq olunsun. Misal üçün, Milli Məclisin 125 deputat var. 3/2 hissəsi nə qədər eləyir? 83. Ona görə deyirik ki, 83 deputatın səlahiyyəti təsdiq olunanda keçərlidir. Və yaxud da ki, Konstitusiya Məhkəməsinin 9 dənə hakimi var. Düzdür? Bu 9 hakimdən vururuq 2-yə nə eləyir? 18 bölü 3, 6 dənə. 6 dənəsinin fəaliyyəti təsdiq olunsa, Konstitusiya Məhkəməsi fəaliyyətə başlaya bilər. Bax, bunu demək istəyir. Yaxşımı? Sonra deyirik ki, bu 83 deputat seçildi, bunları bildirik. İndi keçirik digər bir məsələyə, sessiyalara. Sessiya nə deməkdir? Birinci bunu öyrənməlisən. Sessiya iclasların cəmidir. 5 dənə iclas, 10 dənə iclas hamısı bir yerdə keçirilir. Yəni bir sessiya tutaq ki, 2 ay davam edir. O 2 ay ərzində 100 dənə iclas keçirilir. O iclasların ümumi halına deyilir sessiya. Yaxşımı? İndi deyirik ki, sessiya. Milli Məclisdə 2 dəfə, standart 2 dəfə sessiya olacaq. Bir yaz ayında, bir payız ayında. Yəni, aidiyyəti oldu, olmadı, həmin aylarda Milli Məclisin sessiyası çağırılmalıdır. Amma bir də var, növbədən kənar sessiya. Yəni, yaz və payız ayına fərqli aylarda nəzərdə tutulan, təcili məsələlərdə çağırılan sessiyalar. İndi birinci baxırıq yaz və payız sessiyasına. Deyirik ki, bu yaz və payız aylarında çağırılacaq. 83 deputatın səlahiyyəti təsdiq edildikdən sonra Milli Məclis ilk iclasını çağırmalıdır. Amma tutaq ki, ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılmalı. 83 deputatın fəaliyyəti təsdiq olundan sonra. Bir həftədən gec olmayaraq çağırılmalıdır. Sadəcə olaraq bir həftə keçir, 5 həftə keçir, 10 həftə keçir, hələ də iclas çağırılmayıb. Mart ayının 10-una qədər Konstitusiya Məhkəməsi gözləyir ki, bunlar iclas çağıracaq Milli Məclis. Noyabrdan marta qədər. Noyabrdan deməyək də. Misal üçün, dekabrda da 83 deputatın səlahiyyəti. Fərqi yoxdur. İndi deyirik ki, mart ayının 10-una qədər bu 83 deputatın səlahiyyəti əgər təsdiq olunmasa, nə olacaq? Milli Məclisin ilk iclasının keçirilmə vaxtını Konstitusiya Məhkəməsi müəyyən edəcək.
Deməli, Konstitusiya Məhkəməsinin 3 dənə yerdə oxuduq. 1. Milli Məclisin səlahiyyət müddətini uzadarkən qərar qəbul edən orqandır. İkincisi, seçkilərin nəticəsini yoxlayır. Üçüncüsü, 83 deputatın səlahiyyəti martın 10-na qədər təsdiq olunmasa, ilk iclasın keçirilmə vaxtı müəyyən edir Konstitusiya Məhkəməsi. Yaxşımı? Sonra bir də bunu da deyim, ola bilər protokoldan kənarda sənə düşər. Milli Məclisin iclaslarını Milli Məclisin sədri çağırır. Əgər həmin vaxta qədər Milli Məclisin sədri seçilməsə, Milli Məclisin iclasını Milli Məclisin ən qoca deputatı kimsə həmin adam çağırır. Ay sağ ol. Sonra İclasa olsun sədr çağırır, olmayanda da ən yaşlıları. Yəni sədr ümumiyyətlə olmayanda, onda ən yaşlı adam çağırır. Keçdik Milli Məclisin növbədən kənar sessiyasına baxırıq. İndi o təcili məsələlər üçün çağırılan sessiyasına. Deyirik ki, bu təcili məsələ üçün kimlər çağıra bilər? Məsələn, bir nəfər deputat dursun desin ki, təcili sessiya yoxsun, əlbəttə ki, sessiya çağırılmayacaq. Amma bunun üçün prezident tələb eləsə ki, Milli Məclisin təcili olaraq sessiyası çağırsın, bu yaz payız aylarından başqa aylarda. Bir onda sessiya çağırılacaq prezident tələb edəndə. Bir də Milli Məclisin minimum 42 deputatının tələbi olanda sessiya çağırılacaq. Yaxşımı? İndi burada baxmalı olduğumuz məsələ nədir? Bəzən qəbulda sual düşür ki, misal üçün, Milli Məclisin 65 deputatının səsi kifayət edir ki, Milli Məclisin növbədən kənar sessiyası çağırılsın. Tələbə də burada 42 rəqəmini oxuyub baxır. Götürür o məsələni səhv götürür ki, yox 65 deputat yox, 42 deputat idi. Amma burada minimum 42 deputat deyir də. Biz 65 deputat tələb eləsə məntiqlə yenə çağırılacaqdır. Çünki minimum 42. Və yaxud da desə ki, ən çox verilən rəqəmləri deyəndə, misal üçün desə ki, 98 deputat yenə də çağırılacaq. Sonra keçirik digər bir məsələyə. Növbədən kənar sessiyanın gündəliyi olacaq. İndi bu sessiya niyə görə təcil edir? Bu sessiyanın gündəliyində müzakirə olunacaq məsələləri kim müəyyən edəcək? Bunun çağırılmasını kim tələb edirsə, həmin adamlar deyir ki, bu sessiyada bu şeylər müzakirə olunur. Yaxşımı? Ay sağ ol. Qəbula düşəcək ki, Milli Məclisin növbədən kənar sessiyalarını kim çağırır? Növbədən kənar sessiyası. Milli Məclisin sədri, birinci, bir də 42 deputat. Yox. Deyir ki, növbədən kənar sessiyanı Milli Məclisin sədri çağırır. Amma kimin tələbi əsasında çağırır? Prezidentlə 42 deputat. Yəni, prezidentlə 42 deputat çağırmır. Bunlar sadəcə tələb edir. Çağıran Milli Məclisin sədridir. Sonra keçir digər bir məsələyə. Ay sağ ol. Deyir ki, Milli Məclisin sessiyaları ümumiyyətlə açıq keçirir. İstər növbəti olsun, istər növbədən kənar olsun. Amma bəzi hallarda bu sessiyalar qapalı da keçirilə bilər. Hansı halda qapalı keçirilir? İndi buna baxırıq. Deyirik ki, Milli Məclisin 83 deputatının tələbi ilə, bir də prezidentin təklifi ilə həmin sessiyaların qapalı keçirilə bilər. Milli Məclisin sessiyaları qapalı keçirilə bilər. Burada nəyə baxdıq? Burada artıq prezident tələb eləmədi. Prezident təklif elədi. Gördüyün kimi. Burada artıq təklif elədi. İkinci məsələ. Növbədən kənar çağıranda 42 deputat idi. Amma digərində 83 deputat. Onun 2 qatıdır. Yaxşımı? Bu da Milli Məclisin növbədən kənar sessiyasının çağırılması. Keçirik Milli Məclisin deputatlıqdan məhrum etmə, bir də Milli Məclisin deputatının səlahiyyət müddətinin itirilməsinə. Bax, burada nəyə fikir verəcəksən? Biri var, mandatından məhrum edilmə. Biri də var ki, deputatının səlahiyyətinin itirilməsi. Yəni, deputatının mandatının itirməsi ilə səlahiyyətin itirməsi arasında fərq var. Nədir fərq? Deputat o halda mandatını itirir ki, o hər hansı bir qayda pozuntusu əsasında Milli Məclisdən uzaqlaşdırılır. Amma səlahiyyətin o halda itirir ki, öz xoşu ilə gedir. Yəni, misal üçün, qanun pozuntusu falan törədməyib. İndi təhlil edəndə daha detallı biləcəksən. Misal üçün, deyirəm ki, seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunur. Misal üçün, görülür ki, Raminə o vaxtı 2025-ci ildə misal üçün 200 dənə səs verildi ki, qeyd olunub. Amma Konstitusiya Məhkəməsi bir də yoxlayır seçkinin nəticəsini. Görür ki, Raminə heç 50 dənə səs verilməyib misal üçün. Ramin saxtakarlıqla gəlir. Bu halda Ramin mandatını itirəcək. Yəni, Milli Məclisdən qovulacaq. Bu bir. İkincisi, deyirdi ki, Milli Məclisin deputatını başqa ikili vətəndaşlığı ola bilməz və yaxud da başqa bir dövlətin qarşısında öhdəliyi ola bilməz. İndi deyir ki, Milli Məclisin deputatı vətəndaşlıqdan çıxıb başqa bir dövlətin vətəndaşlığını qəbul eləsə və yaxud da başqa dövlətin belə deyək də himayəsində olsa, bu halda Milli Məclisin deputatının mandatından məhrum ediləcək. Cinayət törədəndə və məhkəmənin qanuni qüvvəyə minmiş hökm olunur. Burada da baxmalı olduğumuz nədir? Bax, vənin altından xətt çəkmişəm. Niyə? Qanunverici sistemdə belə bir qayda var.
Bir var cümlədə və sözü işlənsin, bir də var və ya sözü işlənsin. Əgər və sözü işlənirsə cümlədə, vədən əvvəlki və vədən sonraki hallar mütləq şəkildə eyni zamanda götürülməlidir. Misal üçün İkisi də deyir, eyni zamanda. misal üçün deyir ki, mən deyirəm ki, Milli Məclisin deputatı cinayət törədəndə mandatından məhrum edilir. Bu yanlışdır. Niyə? Çünki digər halda götürməliyəm. Həm cinayət törətməlidir. Cinayət törətməyinə yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır ki, bu adam mütləq şəkildə cinayət törədir. Yaxşımı? Məhkəmənin hökmü olmasa mən onu mandatından məhrum eləyə bilmərəm. Amma və ya olsa, onda artıq məsələ dəyişir. Cümlənin hər iki tərəfin ayrı-ayrı hallarda götürə bilərsən. Amma və olanda mütləq şəkildə eyni halda götürəcəksən. Digər bir məsələ. Sağ ol. Tutaq ki, din xadimidirsə, axı din xadimi ola bilməzdi. Sahibkarı, kommersiya və yaxud da başqa ödənişli fəaliyyətlə məşğul oldusa, Milli Məclis deputatından mandatla məhrum ediləcək. Özü imtina elədisə, mandatından məhrum ediləcək. Daha sonra deyirik ki, Qanun Hüququmuzun 93-cü maddənin 3-cü hissəsinin tələbini pozuldu. Burada tələb nədir? 93-cü maddədir. İndi oxuyacaqsan. Orada deyirik ki, deputat Milli Məclisə səs verir, misal üçün qanun qərar layihələrinin lehinə, əleyhinə. Onu şəxsən özü verməlidir. Onun yerinə kimsə verməməlidir. İndi onun üstü açılıb ki, deputat öz səsini özü vermir və yaxud da onun yerinə başqa adam səs verir və yaxud da bu deputat başqa adam yerinə səs verir. Bu kimi yerdən halların üstü açılırsa, bu halda gedəcək və bir də etik davranış qaydalarını kobud sürətdə pozanda mandatından məhrum olunacaq. Olar ki, etik davranış qaydasını poza bilərik, bu heç. Bu halda mandatından məhrum olunmur. Amma kobud sürətdə pozsa, mandatından məhrum olunacaq. Bu adlanır Milli Məclisin deputatın mandatından məhrum edilməsi və mandatdan məhrum etmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul ediləcək. Sonra keçirik səlahiyyətin itirilməsinə. Səlahiyyətin itirilməsi o deməkdir ki, misal üçün, biri var ki, Ramin icra hakimiyyətinə işləyir, 5 ildən sonra Ramini burada dediyimiz səbəblərə görə misal üçün işdən çıxardırlar. Biri də var ki, Ramin gəlir çatır 65 yaşına, artıq bu işləməyin yaşına çatıb da pensiya çıxmalıdır. 65 yaşında pensiya çıxanda artıq səlahiyyətini itirir. Yəni, öz xoşu ilə gedir. Biri var ki, səni kimsə çıxartsın işdən və yaxud da deputatlıqdan kimsə atsın, bu adlanır mandatından məhrum edilmə. Amma bir də var ki, sən qanun pozuntusu törətmirsən, sadəcə olaraq qanunvericə müəyyən edilmiş hallar var ki, o hallarda artıq işləyə bilmirsən, işdən çıxırsan. Tutaq ki, yaş həddinə çatmısan və yaxud da fəaliyyət qabiliyyətsizliyin yoxdur artıq, yaxşımı, artıq fəaliyyət göstərə bilmirsən, başına bir iş gəlib, Allah uzaq eləsin, misalsın, deyək ki, 6 aydan yuxarıda işə çıxa bilməyəcəksən. Bu halda artıq sən səlahiyyətlərini itirəcəksən. Bu adlanır səlahiyyətlərini itirmə. Yaxşımı? Bəli. İndi, mandatından məhrum edilmə ilə səlahiyyətin bitməsi məsələsində bildiyin, itirilməsi məsələsi. Sonra keçirik deputatın toxunulmazlığına. Deyirik ki, deputatın şəxsiyyəti toxunulmazdır. Bu adam yalnız cinayət başında yaxalananda tutula bilər. Başqa heç bir halda tutula bilməz. Yadında qalsın. Heç bir halda. Nə müayinə oluna bilməz, nə cinayətə məsuliyyətinə cəlb oluna bilməz. Misal üçün, deputat da bugün cinayət törədib, üstündən bir ay keçib, sən gedib deputatı tuta bilmərsən ki, sən bir ay bundan əvvəl cinayət törədmirsən. Yaxşımı? Bu, toxunulmazlığın gözülər ki, o bitsin, sonra o məsələni işləyirsin. Amma, cinayət başında tutanda nə olacaq? İndi burada da bir dənə qızılı qayda öyrədirəm sən. Bax, deyirəm ki, deputat cinayət başına tutuldu. Onu tutan dövlət orqanı. Neyniyəcək? Prokurorluğa məlumat. Niyə? Çünki prokurorluqdur bu işlərə baxın. Cinayət işini araşdıran prokurorluq. Prokurorluq neyniyəcək? Prokurorluq da araşdıracaq, görəcək ki, həqiqətən də bu adam cinayət törədibsə, neyniyəcək? Təqdimat hazırlayacaq bir dənə. Həmin təqdimatı göndərəcək kimə? Deputatın yuxarı orqanına. Haradır deputatın yuxarı orqanı misal? Sədri məli. Yox, sədri yox. Milli Məclis orqan deyirəm. Orqan Milli Məclis. Milli Məclis. İndi deyirəm ki, yaxşı, deputatı qoydum qırağa. Tutaq ki, baş nazir cinayət törədir. Yenə onu tutan dövlət orqanı prokurorluğa müraciət edəcək. Yenə prokurorluq. O prezidentə deyil, amma. Necə? O prezidentə deyəcək, o da Nazirlər Kabinetinə. Yox, o baş nazir kimə tabidir? Prezidentə. Prezidentə də onu deyirəm, prezidentə yuxarı deyəcək. orqanı prezidentə məlumat veriləcək. Yaxşımı? Və yaxud da deyirəm ki, məhkəmə hakimlərində də həmçinin o formada, o qaydada müəyyən olunur. Misal üçün, indi keçəcək məhkəmə hakimləri necə kənarlaşdırılır və s. İndi və yaxud da deyək ki, vitse-prezident cinayət törədir, düzdür? Onu tutan orqan neyniyəcək? Bax, onu danış bizə.
O da prezidentə tabedir, ona görə deyəcək. Sonra. Deməli, sənin qabağına testdə çıxanda bu suallar avtomatik hamısını bildin ki, tutan orqan hamısı prokurora müraciət edir, prokuror da onun yuxarı orqanı, yaxşı. Və bu halda deputatın toxunulmazlığına Milli Məclisin qərarına xitam veriləcək. Ondan sonra deputat tutulacaq, yaxşımı? Toxunulmaz xitam veriləndən sonra. Sonra keçirik digər bir məsələyə. Deyirəm ki, Milli Məclisin deputatı bu adam Milli Məclisdə işləyir. Milli Məclisdə nəsə bir fəaliyyətdən görə, nəsə bir səs verməsindən görə, söylədiyi hər hansı bir fikrə görə məsuliyyətə cəlb oluna bilməz. Bəzən baxırıq ki, Milli Məclisin deputatları çox yuxarıdan danışır. Məsələn, onların haqqıdır əslində o formada danışmaq. Amma adam özündə deyir ki, bu adam bu ilhamı hardan alır da, yəni buna nəzər dəymirlər, dolaşmırlar. Konkret olaraq konstitusiya əsasən o halda şey deyir də, yəni danışa bilir. Keçirik Milli Məclisin işinin təşkilinə. Milli Məclisin işinin təşkili nədir? Bura 5 dənə məsələ aiddir. Bunlar hamısı Milli Məclisin işini təşkil edir. 125 dənə deputat seçilir. Düzdür? Bu 125 dənə deputat öz fəaliyyətini təmin etməlidir və bu adlanır işinin təşkili. Deyirik ki, bu 125 deputat öz iş qaydasını müəyyən eləyəcək. Yəni müəyyən eləyəcək ki, tutaq ki da biz saat neçədə işə gələk, neçədə işdən gedək, ilin hansı aylarında növbədən kənar sessiya olsun və s. Bunu müəyyən eləyəcək. İkinci bir məsələ. Milli Məclisin müvafiq orqanlarını yaradacaq. Misal üçün, Milli Məclisin tərkibində hər hansı bir ailə münasibətlərinə bağlı olan orqan, hər hansı başqa bir orqan bunları yaradacaqlar. Öz sədrini və onun müavinlərini seçəcəklər. Bunu keçdik. Komissiyalar yaradacaqlar. Bir də hesablama palatası var. Bu sırf Milli Məclisə aid olan orqan. Azərbaycanda bir dənə orqan. Yaxşımı? Nə nümayəndəliyi var, nə heç nə. Bir dənə Milli Məclisə tabedir. Birinci kateqoriya dövlət orqanıdır. Bunu yaradacaqlar. İndi burada gördüyümüz bütün şeyləri, yəni Milli Məclisin işinin təşkili ilə bağlı nə qəbul edir? 63 səslə yadında qalsın. Qanun. Nə deməkdir bu? Sənə qəbulda düşə bilər ki, Milli Məclisin işinin təşkili necə həll olunur? Deyəcəksən ki, minimum 63 deputatın səs çoxluğu ilə ona bağlı qanun qəbul olunur. Və yaxud da işinin təşkilini deməyəcək, buradakı 5 dənə hal var ha. Bunlardan birini qoyacaq sənin qabağına. Deyəcək ki, Milli Məclis öz sədrini necə seçir? Deyəcəksən ki, 63 deputatın, minimum 63 deputatın səs çoxluğu ilə filan kəs sədr olsun, onunla bağlı qanun qəbul olunacaq. Misal 63 Mən bir də onu qeyd edeyim. Demək 92-ci maddədə 92-ci maddədə işinin təşkili məsələsi var. Yaxşımı? Milli Məclisin işinin təşkili. Bu gördüklərimiz işinin təşkilidir. Misal üçün, sənə qəbulda sual düşsə ki, Milli Məclisin işi necə təşkil olunur? Misal üçün, 5 dənə punkt verilib sənə. 5 dənə punkt verilib. Deyir ki, Milli Məclisin işi necə təşkil olunur? Yazacaq 83 qanun, 83 qərar, 63 qərar, 63 qanun. Deyirsən ki, Milli Məclis öz işinin təşkilinə bağlı həmişə 63 qanun qəbul edəcək. Nə deməkdir bu? Yəni, tutaq ki, öz iş qaydasını müəyyən edir, 5 dənə təklif sürülür irəli. Birində deyilir ki, Milli Məclisin deputatları saat 10-da gəlsin, birində deyir 12-də gəlsin, birində deyir 1-də gəlsin. 63 deputat, minimum 63 deputat hansına tərəfdar çıxacaqsa o məsələlərdən. Onunla bağlı qanun qəbul olunacaq, bu olacaq Milli Məclisin iş qaydasını müəyyən edilməz. Və yaxud da səs çoxluğu qoyurlar da mənim belə deyək. Səs çoxluğu. 125 deputatdır, yarısından çoxu nə edir? 63. Düzdürmü? Və yaxud da desə ki, Milli Məclis öz sədrini necə seçir? Deyəcəksən 63 səs çoxluğuna seçir, minimum 63 səs çoxluğuna. O da qanundur. Onunla bağlı qanun qəbul olunur. Burada gördüklərimizin hər birinə bağlı qanun qəbul olunur. Və yaxud da ki, Milli Məclisin müavinləri, sədrin müavinləri necə seçiləcək? 63 qanun. Hesablama palatası necə yaradılır? 63 qanun. 63 qanun. Hər birinə bağlı 63 qanun qəbul olunur. Sonra keçirik digər bir məsələyə. Milli Məclisin aktlarına. Akt nədir? Akt hüquqi qüvvəsi olan bir sənəddir. Akt. Yaxşımı? Aktın bir neçə növüdür. Çoxdur. Aktın növü çoxdur. Sadəcə olaraq Milli Məclisə aid olan aktlar hansılardır? 1. Konstitusiya qanunları. 2. Qanunlar. 3. Qərarlar. Yaxşımı? Qanun bilirik ki, nədir? Qərar da bilirik ki, nədir? Yəni, Milli Məclis ümumi hamıya aid olan bir məsələ ilə bağlı qanun qəbul edir. Amma müəyyən qrup insanlarla bağlı olan məsələlərə dair qərar qəbul. Qərar qəbul keçəcəyik. Bir də var konstitusiya qanunları. Konstitusiya qanunları nədir? Konstitusiya qanunları konstitusiyamızın tərkib hissəsidir. Misal üçün, bu günlər sən deyə bilmərsən ki, dövlət qurulu haqqında qanun konstitusiyamızın tərkib hissəsidir. Niyə? Çünki dövlət qurulu haqqında qanun ayrıca qəbul olunur.
Yaxşımı? Sırf dövlət quruluşları üçün. Amma konstitusiya qanunları da ayrıca bir qanundur. Sadəcə olaraq konstitusiyamızın tərkib hissəsidir. Yəni konstitusiyamızdan bağlı referendum keçiriləndə onlarla bağlı da referendum keçiriləcək. Yaxşımı? Bax, konstitusiya qanunu Bəli. 8 dənə də konstitusiya qanunumuz var. İndi atacağım konspektini sənə. Misal üçün, dövlət rəmzlərimizin təsvirinin təsdiq edilməsidir, normativ hüquqi aktların dərc etdirilməsidir, ombudsman haqqında konstitusiya qanunudur, Naxçıvanın konstitusiyasının təsdiq edilməsidir və s. və s. konstitusiya qanunları var. Yaxşımı? Bunlardan indi bölməmizin bu keçirgin konstitusiyamız. Bunun axırındadır o konstitusiya qanunları. Orada daha detallı keçəcəyik. Sadəcə olaraq sən yadda saxlasan ki, Milli Məclis 3 dənə akt qəbul edir. Konstitusiya qanunu, qanun qərar. Keçirik digər məsələ. Aysa. Deyirik ki, Milli Məclisin bu konstitusiya qanunları, qanun və qərarları bu konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. Bu konstitusiya ilə nəzərdə tutulmuş qaydada. İndi deyəcəksən ki, müəllim, gəldi sual düşdü mənə ki, Milli Məclis qanunları qəbul edilməsi, Milli Məclis tərəfindən konstitusiya qanunlarının qəbul edilməsi nəyinə müəyyən olur? Mən bu kimi suallara nə cavab verəcəm? İndi o məsələni öyrədirəm sənə. Deyirəm ki, əgər bir şeyin detalları konstitusiyada qeyd olunubsa, konstitusiyada qeyd olunub, ya elə ümumi başdan deyim. Misal üçün, sual düşdü, deyir ki, Milli Məclis konstitusiya qanunları nəyə əsasən müəyyən edir? Belə bir sual düşür, deyək ki, qəbulda. Variantlarda yazıb konstitusiyaya əsasən, birində yazıb qanuna əsasən, birində yazıb qanunvericiliyə əsasən, birində yazıb normativ hüquqi aktlara əsasən. Yadında bir şey saxla. Konstitusiyamızda olan heç bir şeyi qanunvericiliyə əsasən müəyyən olunmur. Qanunverici sözünü yaddan çıxar. Yəni bu tip suallarda söhbət konstitusiyadan gedirsə, yəni digər mövzular demir. Söhbət konstitusiyadan gedirsə, konstitusiyanın misal üçün desək ki, sosial müavinətlərin minimum məbləği qanunverici ilə müəyyən olunur, bu yanlışdır. Yəni konstitusiyamızda göstərilən heç bir şey qanunverici ilə müəyyən olunmur. Bunu qoyduq qırağa. Yerdə qaldı nə? Konstitusiya bir də qanun. Düzdür? Yəni variantda ya səndən soruşacaq ki, bu şey konstitusiya ilə müəyyən olunur, ya da soruşacaq ki, bu şey qanunla müəyyən olunur. İndi onu necə tapacağıq? Lap deyək ki, konstitusiyanı oxumamışıq, yadımızdan çıxıb, fikrimizdən çıxıb. Deyirsən ki, əgər bir şeyin detalları konstitusiyada varsa, detalları, həmin şey konstitusiya ilə müəyyən olur. Amma bir şeyin detalları konstitusiyada yoxdursa, həmin şey qanunla müəyyən olur. İndi bunu izah edirəm. Nə deməkdir bu? Misal üçün, deyirəm ki, Ramin, təqaüdlərin minimum məbləği nəyinə müəyyən olur? Nə deyəcəksən? Konstitusiya qanunu. Yox, konstitusiya qanunu yaddan çıxar. Konstitusiya qanunu yaddan çıxar. Bax, bunu belə də izah edeyim sənə. Elə yaxşı yadına qalsın. Bax, deyirəm ki, konkret test nümunəsini göstərdim sənə. Qəbulda çıxacaq qabağına, AZ-də. Ondan sonra çaşmayın. Bax, deyirəm ki, bir dənə sualın şərti verirsən. Düzdür? Misal üçün, nə deyirəm? Təqaüdlərin minimum məbləği nə ilə müəyyən olur? Düşür də, yəni dəfələrlə də düşür testdə. Misal üçün, A bəndində yazıb ki, konstitusiya. B-də yazıb ki, konstitusiya qanunu. C-də yazıb ki, qanunla. D-də də yazıb ki, qanunvericilik. Düzdür? Bax, indi deyək ki, bu formada bir dənə qəbula sualımız düşür. Mən bu sualı, konstitusiyanın beynim qarşıda, başım qarşıda, imtahanı stresi falan. Mən necə tapacam bu sualı? Bu sual tapılma qaydası nədir? Əgər səndən bir şey nə ilə müəyyən olduğunu soruşursa, söhbət hüquqi aktlardan gedirsə, deyirsən ki, konstitusiyamızda verilən heç bir məsələ qanunvericiliyə müəyyən olunmur. Yaddan çıxarın. Konstitusiyamızda müəyyən Konstitusiyada verilən, qanunvericiliyə müəyyən olunur. Heç bir məsələ qanunvericiliyə müəyyən olunmur. Misal üçün, təqaüdlərin minimum məbləği qanunvericiliyə müəyyən olunmur. Deputatların səsvermə qaydası, Naxçıvan statusu qanunvericiliyə müəyyən olunmur. Heç bir şey qanunvericiliyə müəyyən olunmur. Yerdə qaldı 3 dənə variant. Düzdür? Konstitusiyamızda göstərilən indi 8 dənə konstitusiya qanunu var. Misal üçün deyirik ki, bayraqdan istifadə, bayrağın təsvir edilməsi qaydası. Düzdür? Deyirik ki, rəmzlərin təsviri konstitusiya qanunu ilə müəyyən olur. Düzdürmü? Bəli. Bu da rəmzlərin təsviri ombudsmandır və s. Bunun kimi 8 dənə haldır. İndi atacağım onu sənə. Həmin o 8 dənə halın hamısı konstitusiya qanunu ilə müəyyən olunur. Yaxşımı? Amma bu 8 dənə haldan başqa heç bir şey konstitusiya qanunu ilə müəyyən olunur. Yaxşımı? Birinci bu 8 dənə şeyi yadda saxlayacaqsan.
Sonra yerdə qaldı 2 dənə variantımız da, düzdür? Konstitusiya bir qanun. Bir konstitusiya qaldı, bir də qanun. Deyirəm ki, əgər bir şeyin detalları konstitusiyamızda verilibsə, misal üçün deyir ki, təqaüdlərin minimum məbləği. Həqiqətən də minimum məbləği konstitusiyamızda göstərilirsə, deməli həmin şey konstitusiya ilə müəyyən olunur. Yox, konstitusiyamızda göstərilmirsə, deməli qanunla müəyyən olunur. Misal üçün, hal-hazırda desək ki, Azərbaycan Respublikasında minimum əmək haqqı nə ilə müəyyən olunur? Nə deyəcəksən? Konstitusiyada göstərilir də müəllim. Yaxşı, minimum əmək haqqı 400 manatdır, düzdür? Aha. Göstərilir bu konstitusiyamızdakı 400 manat. Yox, göstərilir. Deməli nə ilə müəyyən olunacaq? Qanun. Qanunla. Ayso. Təqaüdlərin minimum məbləği, misal üçün pensiya alırsan, nə qədər alırsan minimum? Deyək ki, 450 manat, misal üçün deyirəm də atıram. Bu göstərilib konstitusiyamızda. Yox. Deməli nə ilə müəyyən olunacaq? Qanun. Qanunla. Ayso. Göstərilməyibsə qanunladır, göstərilibsə konstitusiya ilə. Ayso. Göstərilibsə konstitusiya ilədir. Yaxşımı? Məsələn, bir dənə göstərilən də bir misal deyim müəllim. Yaxşı, göstərilənlə bağlı deyirəm ki, misal üçün Naxçıvan Muxtar Respublikasının statusu nə ilə müəyyən olur? Bunun statusu konkret olaraq konstitusiyamızda var. Deyirik ki, Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və s. və s. Və yaxud da deyirəm ki, Azərbaycan Respublikasında hakimiyyətlər 3 yerə bölünür. Düzdürmü? Bu nə ilə müəyyən olur? Konstitusiya ilə müəllim. Bu konstitusiyaya müəyyən. Çünki biz bunu konstitusiyada görmüşük. Yaxşımı? Bəli. Görmürsənsə, elə bir şey yoxdursa, bu nə ilə müəyyən olacaq? Qanunlar görürəmsə konstitusiya ilədir. Konstitusiya qanunları 8 dənə əlavədir olar. Aysa, bu da ki əlavədir. Bu da bildin və s. Gördün, yəni sualımızın biri hazırdır bu formada. Gedişat belə. İndi keçirik həmin o məsələyə. Harada qalmışdıq biz? Konstitusiya qanunu və s. bunları bildik. İndi keçirik ki, bax deyirdik ki, bu 3-cü punkt, 93-cü maddənin 3-cü bəndi, deputat yerinə yetirməndə mandatından məhrum olunacaq. Milli Məclisin deputatları deyir ki, səs vermə hüququn şəxsən həyata keçirməlidir. Onun yerinə başqa adam səs verə bilməz. Sonra deyir ki, qanunlarda və Milli Məclisin qərarlarında, həmçində qanunlarda, icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıq nəzərdə tutula bilməz. Yəni, Milli Məclis tutaq ki, dövlət qulluğu haqqında qanun qəbul edir, düzdürmü? Dövlət qulluğu haqqında qanun qəbul edəndə Milli Məclis konkret deyə bilməz ki, bu işi kim görsün? İndi misal üçün, dövlət qulluğu haqqında qanunda da görəcəksən bunu, başqa qanunlarda görəcəksən. Misal üçün deyir ki, test imtahanının nümunəsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bunu oxumsan da qanunlarda zaten yadına düşürsən, düzdür? İndi sual verəcəksən ki, müəllim, bu müvafiq icra hakimiyyəti orqanları bunu elə yazsın ki, dövlət imtahan mərkəzindən niyə görə yazır ki, müvafiq icra hakimiyyəti orqanı? İndi deyirəm ki, ona görə belə yazır ki, bu qanunu qəbul edən kimdir? Dövlət qulluğu haqqında qanunu qəbul edən kimdir? Konstitusiya. Yox, dövlət Milli Məclis. qanunları kim qəbul edir? Milli Məclis. Milli Məclis qəbul edir. Qanunları Milli Məclis qəbul edir. Konstitusiya yaddan çıxır. Bütün hallarda qanunları Milli Məclis qəbul edir. İndi bu Milli Məclis qanun qəbul edir. Konstitusiyamızda da bizə deyir ki, Milli Məclisin qəbul etdiyi qanunlarda konkret tapşırıq nəzərdə tutula bilməz. Yəni, Milli Məclis qəbul etdiyi bu dövlət qulluğu haqqında qanunda konkret deyə bilməz ki, bu işi dövlət imtahan mərkəzi həyata keçirsin. Denən niyə? Bunun 2 dənə səbəbi var. Ona görə müvafiq icra hakimiyyəti orqanı yazılır qanunlarımızda. Ona görə ki, birincisi deyirik ki, Milli Məclis konstitusiyamıza əsasən bu şeyə konkret bir adama tapşıra bilməz. Yəni, tutaq ki, burada yazsa dövlət imtahan mərkəzi, qanunları icra edən kimdir? İcraçı hakimiyyət kimdir Azərbaycanda? Prezident. Düzdür? Prezident icra edir. Prezident deyir ki, Milli Məclisə, sənin nə dəxlinə ki, bu işi dövlət imtahan mərkəzi görsün və yaxud da başqası. Sən qanunu vermirsən, mən özüm icraçı hakimiyyətim axı. Mən özüm yaradıram bu orqanları. Məsələn, yerli icradır, mərkəzi icradır. Mən yaradıram. Nazirlər Kabineti mən yaradıram. Mən bilərəm ki, bu işi kim həyata keçirsin. Mən bilirəm ki, bu işi daha yaxşı kim həyata keçirə bilər. Ona görə qanunlarda demək ki, bu işi kimsə həyata keçirsin. Eləcə yazın müvafiq icra hakimiyyəti orqanı, mən özüm müəyyən eləyəcəm. Yaxşımı? İkinci bir məsələ. Deyirəm ki, tutaq ki, müvafiq icra hakimiyyəti orqanı yerinə yazıldı dövlət imtahan mərkəzi. Düzdür? Sabahsı gün işdir də indi. Prezident sərəncam imzalar ki, dövlət imtahan mərkəzi ləğv olunsun. Yerinə başqa bir orqan yaratsın. Misal üçün, AB adında başqa bir dövlət orqanı yaradılsın dövlət imtahan mərkəzinin yerinə.
Belə olan halda axı qanunda dim yazılır. Məcburi surətdə qanunumuz təzədən dəyişilməlidir, düzdürmü? Dim sözü çıxarılıb bütün yerlərə AB sözü yazılmalıdır. Bəli, yazılmalı. Düzdür. Aso. Bu da əlavə olaraq vaxt aparır. Bax buna görə deyirik ki, Milli Məclis öz qanunlarında konkret tapşırıq nəzərdə tuta bilməz. Nə məhkəmə hakimiyyəti orqanları üçün, nə də prezident üçün. Yaxşı. Ona görə qanunlara müvafiq icra hakimiyyəti orqanı yazılır. Sonra keçirik artıq 94 və 95-ci maddələrə. Bu ümumi qaydalardır. Ümumi qayda nədir? Milli Məclis elə bir qayda müəyyən edir ki, bu hamı üçün keçərli olsun. Misal üçün tutaq ki, referendum, prezident seçkiləri, yaxşımı? Hamı üçün keçərlilikdə ölkə səviyyəsində. İndi bizə birinci baxacaq ən birinci birə. Deyir ki, Milli Məclis bu konstitusiyada təsbit edilmiş insan vətəndaş hüquq və azadlıqlarının istifadə və onların dövlət təminatı. Bununla bağlı qanun qəbul edir. Yəni nə demək istəyir? 23-cü maddədən 80-ci maddə qədər oxuduqlarım var idi, insan hüquq və azadlıqları. Düzdürmü? Bəli. Misal üçün seçki hüququ və s. və s. Milli Məclis bunların hər biri ilə bağlı ayrıca qanun qəbul edə bilər. Hətta eləyib. Misal üçün proqramımıza düşən bir dənə qanun var. Məlumat azadlığı haqqında qanun. Düzdür? Konstitusiyamızın 50-ci maddəsində məlumat azadlığından söhbət olunur, danışılır. Və ona uyğun da Milli Məclis ayrıca bir dənə qanun qəbul edir. Deməli bu nə oldu? Ümumi qaydada qəbul etdiyi qanun oldu. Konstitusiyamızda göstərilən həmin o azadlıqlarla bağlı. İndi bir dənə hüquqlarımızda deyirəm. Misal üçün 57-ci maddə vətəndaş hüququdur. Düzdürmü? Bəli. Müraciət etmək hüququda. Bax həmin o 57-ci maddəyə əsasən Milli Məclis nə qəbul edir? Vətəndaşların müraciət etmək hüququ haqqında qanun. İndi gördün, bu birinci punktu bu formada Milli Məclis buna uyğun olaraq konstitusiyamızda göstərilən insan vətəndaş hüquq və azadlıqlarına bağlı qanunlar qəbul edə bilər. Sonra deyirik ki, ümumi olaraq bax bunların hamısı ümumi qaydalardır. Bir-bir detallarına baxmayacaq. Hamısı ümumi qaydalar. Və bunların hər biri ilə bağlı Milli Məclis qanun qəbul edir. İstisnasız falan. Referendumdur, qanundur, əmək münasibətləridir, sosial təminatı buna bağlı qanun qəbul edir. Standartlar da qanun qəbul edəcək, ərazi quruluşudur, qanun qəbul edəcək. Yaxşımı? Hamısına bağlı qanun qəbul edəcək. Sadəcə olaraq bunların içərisində bəzi qanunlar 63 səs çoxluğu ilə qəbul olunacaq. Bəzi qanunlar 83 səs çoxluğu ilə qəbul olunacaq. Biz də həmişə bax bu qanunlar, qaydalar olsun, həll etdiyi məsələlər olsun, ən az olan hansıdırsa onu öyrənməliyik ki, yerdə qalan onsuz da 63-də, düzdür? Bizdə ən az olan hansıdır? Bu 3 dənə bənd. Prezident seçkiləri, Milli Məclis seçkiləri və deputatların statusu, bir də referendum. Bu 3 dənə məsələ ilə bağlı Milli Məclis nə qəbul edəcək? 83 səs çoxluğunda qanun. Düzdür? Məsələn, prezident seçkiləri necə keçirilməlidir? Deyir ki, məsələn, 18 yaşı olan Azərbaycan Respublikasına daimi 10 ildən çox yaşayan şəxslər müraciət edə bilər və s. və s. İndi bununla bağlı prezident seçkiləri necə keçirilməlidir? Bununla bağlı qanun kim qəbul edə bilər? Milli Məclis. Milli Məclis 83 səs, minimum 83 deputatın səsi olsa, həmin qanun qəbul olunacaq. Yaxşımı? Eləcə də Milli Məclis özünə seçkiləri necə keçirilməlidir? Referendum necə keçirilməlidir? Bununla bağlı 83 çoxluq qanunu. Qalan yerdə nə ki məsələlər var, hamısı 63 səs çoxluğu qanun. Yaxşımı? Bəli. Misal üçün, desə ki, bizə müdafiə və qulluq, bununla bağlı nə qəbul olunur? Qanun. Təhlükəsizlik əsası nədir? Qanun. Gömrük işi nədir? Qanun. İndi deyəcəksən ki, müəllim, testdə mənə dedi ki, aşağıdakilərdən biri, misal üçün, Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. İndi mən nə bilim ki, bu qədər şeyi yadda saxlama bir cəfadır axı. Mən nə bilim ki, bu Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır, yoxsa həll etdiyi məsələ. Deyirəm ki, variantı oxuyursan, əgər variant nə sualına cavab verdisə, bu Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. Yaxşımı? Misal üçün, mülki hüquq obyektləridir, məhkəmə icraatıdır, vəkillikdir, notariat, hamısı nə sualına cavab verir, düzdür? Bu, Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. İndi bu ümumi qaydaların içərisində 2 dənə məsələ var ki, onlar nə sualına cavab vermir, nə sualına cavab verir. Amma Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. Hansılar? 1. Cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi. Yaxşımı? Qısası yadda saxlayırsan ki, cinayətə görə məsuliyyətin təyin edilməsidir. Yəni, düzdür, biraz uzundur. Amma bu, Milli nə sualına cavab vermir, amma Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. İndi bu 17-ci punkt var, ha. Bununla bağlı Milli Məclis nə qəbul edəcək? Bir dəqiqə, bunu 83-nə qanunda mən. Yox, 83 niyə? 83-dən Yox, 63. Hə, bir də 63 qanun. 63 qanun.
83 olan 3 dənə burada. 2, 3, 4-cü punkt və salam. 2, 3, 4. Başqa hamısı belədir də şeydir. 63. 63 qanunudur. 63 qanun. Sonra deyirəm ki, bir də beynəlxalq müqavilələrin təsdiqi və ləğvi var. Bununla bağlı nə qəbul olunacaq? Yenə də 63 qanun. Yenə də 63 qanun. Sonra bizə deyir ki, 2, 3, 4-cü bənddə göstərilənlər 83, qalanları 63. Qəbul olunur, bunu bildik. Bir də bu maddənin birinci hissəsinə konstitusiya qanunu ilə əlavələr edilə bilər. Bunu elə bu formada yadda saxlayırsan. Açıqlamıram, nə deməkdir? Bunu əlavələri keçən izah edəcəm. İndi başın qarışacaq. Yaxşımı? Sonra keçirik digər bir məsələyə. Milli Məclisin həll etdiyi məsələlərə. İndi deyirəm ki, Milli Məclisin həll etdiyi məsələ odur ki, Milli Məclis xüsusi bir hal kimi bu məsələni həll edir. Yəni, hamıya aid deyil bu məsələ. Hamı üçün keçərli deyil. Sadəcə olaraq, məhdud subyekt dairəsi üçün keçərli. Misal, Milli Məclisin işi təşkil olunmalıdır, düzdür? Bu, Milli Məclisin həll etdiyi məsələdir. Yəni, burada Azərbaycan xalqının iştirakı lazım deyil. Və yaxud da baxıram ki, baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi. Düzdürmü? Bu da Milli Məclisin həlli. Sırf bir dənə baş nazirə aid olan məsələdir, düzdür? Və yaxud da ki, hakimlərin vəzifədən kənarlaşdırması. Sırf hakimlərə aid olan məsələdir. Başqa bir şeyə aid olan məsələ deyil. Yaxşı? Bax, bu Milli Məclisin həll etdiyi məsələdir. Və deyirəm ki, Milli Məclis həll etdiyi məsələlərlə bağlı da qərar qəbul edir. Yaxşı mı? Misal üçün, hakimlər vəzifədən kənarlaşmalıdır, bununla bağlı qərar qəbul edir. Və yaxud da referendum təyin edilməlidir, bununla bağlı qərar qəbul edir. Yaxşı mı? İndi deyirəm ki, Milli Məclisin həll etdiyi məsələlərdə də istisna nədir? Ümumi qaydalarla bağlı hər bir halda qanun qəbul olunur. Hər bir halda istisnasız. Amma həll etdiyi məsələdə istisna var. Deyirik ki, həll etdiyi məsələlə bağlı qərar qəbul olunur. Sadəcə ilk beşlikdə duranlar ki var, bunlarla bağlı qanun qəbul olunacaq. Həll etdiyi məsələdir, amma qanun qəbul olunacaq. Biri Milli Məclisin işinin təşkili, bayaq keçdiyi hesablama palatası, sədri seçilməsi, müavini seçilməsi. Bax bu. Biri bu. İkinci bir məsələ. Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis edilməsi. Nə deməkdir bu? Azərbaycan Respublikasının tutaq ki, Qüds şəhərində bir dənə səfirlik açılmalıdır. Bu diplomatik nümayəndəlik sayılır. Və yaxud da ki, bir dənə konsulluq açılmalıdır. Bu diplomatik nümayəndəlik açılır. Belə olanda nə olur? Prezident tutaq ki, İsraildə bizim 3 dənə, İsraildə deyək ki, səfirliyimiz açılmalıdır. Prezident İsraillə bağlı olan 3 dənə ən təhlükəsiz şəhərin siyasını verir Milli Məclisə, təqdim edilir. Milli Məclisdə bu 3 dənə şəhərdən birini seçilir və onunla bağlı qanun qəbul edir ki, həmin şəhərdə bizim diplomatik nümayəndəliyimiz açılsın, təsis olunsun. Yaxşı mı? İndi, bizim orada diplomatik nümayəndəliyimiz, səfirliyimiz açılır axı, düzdür? Bir nəfər də səfir təyin olunmalıdır, bir nəfər də diplomatik nümayəndə təyin olunmalıdır. Yəni, diplomatik nümayəndə səfir deyil, diplomatik nümayəndəlik səfirlikdir. Bax, belə yadda saxlayın. Diplomatik nümayəndəliyin açılması üçün Milli Məclis qərar qəbul edir. Onun təsis edilməsinə bağlı. 3 şəhərdən birini seçdi, orada açıldı. İndi ora bir nəfər də səfir təyin olunmalıdır. Diplomatik nümayəndə təyin olunmalıdır. Amma diplomatik nümayəndəni artıq prezident özü təyin edəcək. Milli Məclisə nəsə təqdimat verməyəcək. Yadında qalsın. Və sonradan əlib deyilib qanun qəbul edir, amma ki, 1-dən 5-ə qədərdir. İndi qərar deyilir, axı. Qərar dedim, yox, qanundur, üzr istəyirəm. Qanun qəbul edir. 1-dən 5-ə qədər qanun qəbul edir. Məsələn, deyir ki, Qüds şəhərində səfirliyimiz açılması bununla bağlı qanun qəbul edir. Sonra keçirik inzibati ərazi bölgüsünə. Deyirik ki, inzibati ərazi bölgüsü, misal üçün, sən harada çalışırsan? Hansı ərazi dairəsində çalışırsan, misal üçün deyək də? Cəyirli məsələn. Cəyirli dairəsi. Azərbaycan Respublikasında bax bunları Milli Məclis müəyyən edir. Müəyyən edir ki, misal üçün, tutaq ki, Cəyirli dairəsinə hansı kəndlər aid olsun, Nabır inzibati dairəsinə hansı kəndlər aid olsun, Qobustan inzibati dairəsinə hansı kəndlər aid olsun. Yəni, inzibati ərazi bölgüsü ilə bağlı məsələni kim həll edəcək? Milli Məclis. Ona bağlı nə qəbul edəcək? Qanun. Və bu inzibati ərazi bölgüsü də Milli Məclisin həll etdiyi məsələdir. İndi tələbələrin burada çaşdığı 2 dənə məsələ var. İnzibati ərazi bölgüsü ilə 21-ci punkt var, ərazi quruluşu, dövlət sərhəd rejimi. Tələbələr bunu qarışdırır. Deyirsən ki, ərazi quruluşu, dövlət sərhəd rejimi deyirsə, bu Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. 63 qərar. Yox, ümumi qaydadır. 63 nə? Qanun. Ümumi qayda qanunu. Qanun. Aysa.
Qayda olanda ümumi qayda qanun, qayda qanun. Bax belə yadda saxla. 63 Qayda qanun. qanunu. Sonra deyirəm ki, Milli Məclis inzibati ərazi bölgüsü ilə bağlı bəsinə qəbul edir. İnzibati ərazi bölgüsü də Milli Məclisin həll etdiyi məsələdir, gördüyün kimi. Amma Bəli. bununla bağlı da qanun qəbul olunur axı. Bu Qanun 2-5-dən qəbul. istisna. Bəli. O necə səhv oxudun müəllim? 83 63 də o da. 63. Yəni burada gördüyün ilk 5-də olanlar var ha. Hamısı 63 qanun. 63 ha. Bunu necə yadda saxlayırsan? Oxuyanda bu ilk 5-dən yuxarı olanlar ki var, hamısı 63 qanun. Hamısı 63 qanun. Bax bu da. Amma bu 3 dənədən artıq da. Burada ən çox nədə çaşacaqsan sən? Bu ilk 5-likdə duran Milli Məclisin həll etdiyi məsələdir. Bax buna fikir verəcəksən. Qanun qəbul olunsa həll etdiyi məsələdir. İndi sabah gün gedirsən imtahana, sənə sual düşür. Deyir ki, aşağıdakılardan biri Milli Məclisin müəyyən etdiyi ümumi qayda deyil. Müəyyən etdiyi ümumi qayda deyil. Yazacaq misal üçün rabitə işi, müdafiə, ərazi quruluşu, dövlət sərhəd rejimi. Bir dənə də yazacaq inzibati ərazi bölgüsü. Hansını seçəcəyik? Ümumi qayda olanda Ümumi qayda olanda onları seçəcəyik. Amma desə ki, ümumi qayda deyil, nəyi seçəcəyik? deyil olanda ərazi bölgüsü. İnzibati ərazi bölgüsü. Düzdür? Çünki bu həll etdiyi məsələdir. Yaxşımı? Və yaxud da deyir ki, aşağıdakının biri ilə bağlı qanun qəbul edilmir. Yazır. Ərazi quruluşu, dövlət sərhəd rejimi, beynəlxalq müqavilələrin təsdiq və ləğvi, inzibati ərazi bölgüsü. Keçir aşağıdan, buradan da bir dənə punkt götürür. Misal üçün, Ali Məhkəmə hakimlərinin təyin edilməsi. Hansını deyəcəyik? Hansına bağlı qanun qəbul edilir? Qarışdı deməli fikrim. Niyə? Bax, inzibati ərazi bölgüsünə bağlı qanun qəbul olunur. Bəli. Olmur. Bəs, Ali Məhkəmə hakimlərinin təyin edilməsi, buna bağlı nə qəbul olunur? Hə, burada qərar oldu da. Burada qərardır. Yəni bu ilk 5-lik var ha. İlk 5-likdən aşağı olan nə ki var, həll etdiyi məsələlər. Onlarla bağlı qərar qəbul olunacaq. Vəssalam. Bildim aydın. Yaxşı. Amma ilk 5-dən yuxarı olan nə varsa hamısına bağlı qanun qəbul ediləcək. Sonra deyirəm ki, bu inzibati ərazi bölgüsündə bildik, sonra ərazi quruluşunda bildik. Yəni sualın şərtinə baxarsan, əgər soruşsa ki, Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır, onda inzibati ərazi bölgüsünü götürməyəcək. Çünki həll etdiyi məsələdir. Amma desə ki, Milli Məclis onunla bağlı qanun qəbul edir, onda bunu da götürəcəyik. Yəni bu 5 dənədən hansını verilibsə o götürəcəyik. Götürəcək. Deyirəm ki, dövlətlər arası, buranı biraz təmizləyim. Deyirəm ki, dövlətlər arası və Azərbaycan Respublikasının qanunlarından fərqli qayda nəzərdə tutan hökumətlər arası müqavilələrə təsdiq və ləğvi. Bu nədir? Bu Milli Məclisin həll etdiyi məsələdir. Yəni tutaq ki, bugün Azərbaycan Respublikasının prezidenti nəyi demək istəyir? Azərbaycan Respublikasının prezidenti gedir Fransada, Fransa və Azərbaycan hökuməti arasında bir qanun imzalayır. Yaxşımı? Bir və yaxud da müqavilə imzalayır dövlətlər arası. Həmin müqavilə prezident Azərbaycana gələndən sonra həmin müqavilə aparılır verilir Milli Məclisə. Milli Məclis onu təsdiq eləməlidir ki, o qüvvəyə minsin. Yaxşımı? Təsdiq eləməsə qüvvəyə minməyəcək. İndi deyirəm ki, dövlətlər arası və hökumətlər arası sözünü gördünsə, dövlətlər arası, hökumətlər arası müqavilələr, təsdiqlər. Bu Milli Məclisin həll etdiyi məsələdir. Amma beynəlxalq müqavilələrin təsdiqi və ləğvi gördünsə, bu Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. Yaxşı. Beynəlxalq müqavilələr ümumi qaydadır. Dövlətlər arası və hökumətlər arası həll etdiyi məsələdir. İkinci bir məsələ. Beynəlxalq müqavilə ilə bağlı təsdiq və ləğvi ilə də bağlı 63 qanun qəbul ediləcək. Qanundur. Burada da qanundur 63. Burada da qanun qəbul olunacaq. Və bir də dövlət büdcəsinin təsdiq və onun icrasına nəzarət var. İndi bunu da öyrədim sənə, bu qızıl qaydanı. Yadda saxlayacağım. Deyirəm ki, dövlət büdcəsindən söhbət gedirsə, dövlət büdcəsinin layihəsi var. Layihə. Bu layihəni ən birinci, misal üçün, indi 2025-ci ildə, 2026-cı ildə dövlət büdcəsi necə istifadə olunmalıdır? Bununla bağlı layihə hazırlanmalıdır ki, bu sahəyə çox pul ayrılsın, bu sahəyə az. İndi deyirəm ki, layihəni hazırlayan kimdir? Nazirlər Kabineti. Yaxşımı? Nazirlər Kabineti layihəni hazırlayır. Layihəni hazırlayandan sonra verir bunu kimə? Prezidentə. Yaxşımı? Təqdim edir prezidentə. Prezident həmin layihəni göndərir Milli Məclisə.
Milli Məclisə. Milli Məclis həmin layihəni təsdiq etməlidir, dövlət layihəsi. Yaxşımı? Sonra nə olur? Milli Məclisə göndərdik axı biz bunu. Təzədən Milli Məclis bu layihəyə baxacaq, bunu təsdiq edəcək, deyək ki. Təzədən göndərəcək prezidentə. Prezident də təzədən verəcək kimə? Nazirlər Kabinetinə ki, bunu icra edir. İcra etmək üçün verəcək Nazirlər Kabinetinə. İndi burada baxmalı olduğumuz məsələ nədir? Söhbət büdcə layihəsindən gedirsə, deyir ki, büdcə layihəsini kim hazırladı? Nazirlər Kabineti. Nazirlər Kabineti. Bəs büdcə layihəsini kim icra elədi sonda? Nazirlər Kabineti. Yenə Nazirlər Kabineti. Deməli, büdcə layihəsindən bağlı məsələni başlayanda, məsələni bitirəndə eyni orqan, Nazirlər Kabineti. Nazirlər Kabineti. İkinci bir məsələ. Deyirəm ki, büdcə layihəsinə sual düşəcək ki, dövlət büdcəsini kim təsdiq edir? Deyəcəksən ki, Milli Məclis. Sonra bir də sual düşəcək ki, dövlət büdcəsinin icrasına bəs kim nəzarət edir? Yenə deyəcək Milli Məclis. Milli Məclis. Burada da tələbəni çaşdıran nədir? İcra edici hakimiyyət orqanı prezidentə məxsusdur, düzdür? Bəli. Tələbə icra sözünü görür, harda icra görür, elə bilir prezidentdir, yox. Prezidentdir. Bunun icrasına nəzarət edən kimdir? Milli Məclis. Milli Məclis. Dövlət büdcəsinin layihəsini kim icra edir bəs? Onu Nazirlər Kabineti. Onu Nazirlər Kabineti, yaxşı. Bax, bu 5 dənə məsələ istisnadır. Ümid edirəm ki, daha yaxşı şəkildə başa düşdün ki, nədir bu 5 dənə məsələ. Sonra keçirik, deyir ki, insan hüquqları üzrə müvəkkil var, ombudsman. Bu necə seçilir? Prezident 3 nəfər təqdim edir Milli Məclisə. Hansı minimum 83 səs yığdısa Milli Məclisdə, həmin adam ombudsman olur. Yəni, ombudsman neçə səslə seçildi? 83 səs. İndi 83 səslə bunların arasında hansılar 83 səslə seçilib, onları göy işarə ilə yumrulayıram. Sonra keçirəm digər bir məsələyə. Deyirəm ki, prezidentin təqdimatına əsasən hərbi doktrinanı təsdiqi. Milli Məclis hərbi doktrinanı təsdiq eləməlidir. Bu 63 səsdir. Ona görə qabağından yazmıram. Yəni, çoxsa 63 səsdir, yazmıram. Hansı 83 olsa onu yazacağım. Sonra deyirəm ki, bu konstitusiyada nəzərdə tutulmuş hallarda prezidentin fərmanlarının təsdiqi. Nə deməkdir? Prezident bu konstitusiyada 2 halda fərman qəbul edir. Biz bunu keçmişik. Keçəcəyik daha doğrusu. Bir hərbi vəziyyət zamanı, bir də fövqəladə vəziyyət zamanı fərman qəbul edir və onu 24 saatda Milli Məclisə təsdiq eləmək üçün göndərir. Yəni, Milli Məclis prezidentin qəbul etdiyi bütün fərmanları təsdiq eləmir. Bu konstitusiyada nəzərdə tutulmuş hallarda, yəni o 2 dənə hal var, o halda təsdiq ediləcək fərman. Yaxşı. Yenə 63 qərar. Sonra keçirik. Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi. Milli Məclisin razılıq verdiyi 3 dənə məsələ var. 1. Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verməlidir. 2. Baş prokurorun vəzifəyə təyini eyni zamanda vəzifədən azad edilməsinə razılıq verməlidir. Bir də Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verməlidir. Yadında qalsın. Bu 3 dənə məsələ ilə bağlı razılıq verəcək. Razılıq verir. Hər biri də 63 qərardır. Burada baxmalı olduğumuz məsələ nədir? 2 dənə başda olan vəzifəmiz var. Baş sözündən başlayın. Bir baş prokurordur, bir də baş nazir. Deyirik ki, baş nazir prezident özü vəzifəyə təyin edən şəhə razılıq alır, amma vəzifədən azad edəndə kimdənsə razılıq almır. Amma baş prokuror vəzifəyə təyin edəndə də vəzifədən azad edəndə Milli Məclisə razılıq alır. Sonra keçirik məhkəmələrə. Deyirik ki, bizim məhkəmələrimiz var Azərbaycan Respublikasında. Bunlardan heç bir məhkəmə heç kimə tabe deyil. Sadəcə olaraq səlahiyyətinə görə daha yuxarıda gedən 3 dənə məhkəmə var. Hansı məhkəmələrdə 3 dənə məhkəmələr? Konstitusiya məhkəməsi, Ali məhkəmə, bir də apellyasiya məhkəməsi. Yadında qalsın. Bu 3 dənə məhkəmənin hakimi vəzifəyə təyin olunarkən prezidentin təqdimatına əsasən 63 səslə qərar şəklində vəzifəyə təyin olunur. Vəzifədən gedəndə də 83 səslə qərar şəklində vəzifədən gedəcəklər. Söhbət bu 3 dənə məhkəmə hakimindən gedir. Konstitusiya məhkəməsi, Ali məhkəmə, bir də apellyasiya məhkəməsi. Qalan yerdə qalan məhkəmələrin bəs necə? Qalan yerdə qalan məhkəmələrin hakimlərin prezident özü təyin edir. Kimdənsə Milli Məclisə təqdimat vermir buradakı kimi. Amma onları vəzifədən azad edəndə Milli Məclisin 63 səs çoxluğu ilə razılıq olmalıdır. Qərar olmalıdır ki, bu məhkəmə hakimləri vəzifədən kənarlaşdırsın. İndi misal üçün deyirəm ki,
Qobustan rayon məhkəmə hakimiyyəti necə təyin olunacaq? 63 səsi oğlu verilir, değil mi? Yox. Qobustan rayon məhkəmə hakimiyyəti nə Konstitusiya məhkəməsi deyil, nə ali məhkəmə, nə də apellyasiya. Ümumi məhkəmədə rayon məhkəməsi, düzdür? Hər ayın. Rayon məhkəməsi olsun, ixtisaslaşmış məhkəmələr olsun. Bunlar vəzifəyə təyin olunanda prezident təyin edir. Kimdənsə razılıq almır. Deməli, Qobustan rayon məhkəmə hakimi kim təyin edir vəzifəyə? Birinci sözü təyin edir. Prezident özü. Amma bu günlərin biz dursaq ayağa ki, Qobustan rayon məhkəmə hakimi vəzifədən kənarlaşdırsın. Burada necə olacaq məsələ? Prezident Razılıq almalıdır. təqdimat verəcək. Razılıq almalı. Sonra keçirik digər bir məsələyə. Deyirəm ki, bəs yaxşı, Şəki rayon apellyasiya məhkəməsi hakimi. Bu necə təyin olunacaq vəzifəyə? Bu da mənim yenə də birinci. Bura bax. Bu ücə 3 dənə böyük məhkəmədən biri də, düzdür? Mənim Qobustanda da hakim idi. Qobustandakı ümumi məhkəmədir, apellyasiya məhkəməsi deyil. Yaxşı mı? Niyə bura biraz mənim başımı tormuzlandırdın? İndi onu da izah edirəm sənə. Bax deyirəm ki, Azərbaycan Respublikasında hansı məhkəmələr var? Yadımıza sal. Konstitusiya məhkəməsi, düzdür? Sonra hansı var? Ali məhkəmə. Apellyasiya, ali məhkəmə, bir də apellyasiya məhkəməsi. Bir də apellyasiya. İndi qurtarma da bundan başqaları da var. Var ixtisaslaşmış məhkəmələr. Nədir? Rayon şəhər məhkəmələri. Bir də rayon, şəhər. Ona da ümumi məhkəmələr deyirlər. Rayon, şəhər məhkəmələrinin adı elə gedir. Ümumi məhkəmələr. İndi deyirəm ki, bax bu 3 dənə məhkəmə hakimimiz var bizim. 3 dənə məhkəmə hakimimiz. Bəli. Konstitusiya, ali. Bunlar vəzifəyə necə təyin olunur? Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən 63 hissəsindən vəzifəyə təyin olunacaqlar. Misal üçün, Konstitusiya məhkəməsi 1 dənədir, Ali məhkəmə 1 dənədir, amma apellyasiya məhkəməsi 6-7 dənə var. Misal üçün, deyirik ki, Şəki rayon apellyasiya məhkəməsi, Sumqayıt rayon apellyasiya məhkəməsi. Bunlar 63 hissəsinə təyin olundu, 83 hissəsindən çıxarıldı. Amma bunlardan başqa yerdə qalan nə ki məhkəmə var, onların hakimlərin prezident təyin edir özü. Kimləsə razılıq almır. Amma vəzifədən kənarlaşdıranda 63 hissəsi olunan Milli Məclisin qərarı ilə vəzifədən kənarlaşdıracaq. Yaxşı? İndi deyirəm ki, misal üçün, Sumqayıt rayon İnzibati Məhkəməsi hakimi. Bu necə təyin olunacaq vəzifəyə? İnzibati ümumi məhkəmələrə aid olur mənim, yoxsa İxtisaslaşmış. İxtisaslaşmış, onda prezidentin təqdimatı ilə. İndi sənə düz Yox, prezident tərəfindən, düz deyirsən. İndi elə öyrənməm baxı, dedim ki, bax bu 3 dənə hakim var. Heç sən nə edirsən? Sumqayıt rayon İnzibati Məhkəməsi ixtisaslaşmışdır, yoxsa ümumi. Sən bunu nə edirsən? Sən baxırsan ki, bu 3 dənə məhkəmədən biri deyilsə, deməli prezident təyin edəcək. Təyin elədi, hə. Amma bu 3 dənə məhkəmənin içindədirsə, deməli kim təyin edəcək bunu? Milli Məclis. Milli 60 hissəsi oxuydu. Razılıq alacaq, düzdür? Prezident. Hə, razılıq alacaq, prezident qəbul edəcək. 63 hissəsi. Və yaxud da deyirəm ki, misal üçün, Qobustan rayon məhkəmə hakimiyyəti vəzifədən neçə səslə kənarlaşdırılacaq? 63 səs. Sonra keçir digər bir məsələyə. Prezidentin impeachment qaydasında vəzifədən kənarlaşdırılması. Bax, bu, Milli Məclisin həll etdiyi məsələlərin içərisində ən çox səs tələb olunan bir məsələdir. 95 səs. Yəni, prezident cinayət törədəndə onun impeachment qaydasında vəzifədən kənarlaşdırılması. Neçə səsdir? 95. Yadında qalsın. Sonra, prezidentin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması. Bunu artıq keçdik. Yaxşı mı? Bunu artıq keçdik. Bəli. Sonra keçirik Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi. Milli Məclis Nazirlər Kabinetinə üzvlərin təyin olundu, kimlər təyin olunsa, onlara razılıq, yəni razılıq vermiş, sadəcə etimad edir ki, hə, biz razıyıq ki, bu adam vəzifədə qalsın. Bax, etimad məsələsi də 63 səs çoxluğuna qəbul olunur. Yaxşı mı? Sonra, prezidentin təqdimatına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi. İndi deyirəm ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri var. Misal üçün, 15 nəfər üzvdür. Prezident də 30 nəfərin adını göndərir. İndi Milli Məclis bu 30 nəfərdən 15 nəfərini seçməlidir ki, bu 15 nəfər Mərkəzi Bankın işə salsın da, başa düşdüyün, lazım olan. Prezident təqdim edir, Milli Məclisə seçir. 63 hissəsi. Düzdür? Hə, 63 hissəsi. Bunları vəzifəyə təyin eləyəndə də, vəzifədən azad eləyəndə də Milli Məclis, Prezident Milli Məclis təqdimat edəcək.
Bu Mərkəzi Bankın idarə heyətinin üzvləri. İndi deyirəm ki, Milli Məclis bu 15 nəfəri seçdi, düzdür, təyin elədi. Yaxşı. Bəli. Təyin edən Milli Məclis 15 nəfər təyin edir. İndi Mərkəzi Bankın özünə bir dənə sədr seçilməlidir. Onu artıq sədri bu 15 nəfərin içərisindən prezident özü seçəcək, özü təyin edəcək. Ha, bildim. Yadında qalsın. Ay sağ ol. Sonra deyirəm ki, prezident silahlı qüvvələrin təyinatı ilə bağlı olan vəzifələrə cəlb edilməsi üçün kimləsə razılıq tələb eləmir. Kimləsə razılıq almır. Çünki bunun təyinatı budur. Amma təyinatı ilə bağlı olmayan vəzifələrdən söhbət gedirsə, bu halda Milli Məclisin razılığını almalıdır. Razı olmaz. Bəli. Prezident tək başına müharibə elan edə bilərmi? Xeyr. Tək başına sülh bağlaya bilərmi? Xeyr. Kimin razılığı lazımdır? Milli Məclis. Milli Məclisin. Ay sağ ol. Sonra baxırıq, növbəti tələbələri çaşdıran məsələ referendumun təyin edilməsi. Bax, burada referendumun təyin edilməsi yazır, həll etdiyi məsələlərdə. Milli Məclisin müəyyən etdiyi ümumi qaydalarda da referendum var idi. 83 səs çoxluğundan qanun qəbul olundu. Düzdürmü? Deyəcəksən ki, müəllim, oradakı referendumla, buradakı referendumun təyin edilməsi arasında fərq nədir? Oradakı referendum bilirsən nədir? Onunla bağlı Milli Məclis qanun qəbul edir ki, referendum necə keçirilməlidir, nə cür keçirilməlidir, kimlər iştirak edə bilər. Onunla bağlı qanun qəbul edir. Yəni təkcə referendum sözünü gördünsə, bil ki, bu qanundur. Bununla bağlı Milli Məclis qanun qəbul edir. Bəs yaxşı, referendumun təyin edilməsi nə deməkdir? Referendumun təyin edilməsi, misal üçün, bu il Azərbaycanda referendum keçiriləcək. Konstitusiyamızda müəyyən dəyişikliklər olmalıdır. Amma ayın neçəsi keçirilsin? Yaxşımı? Ayın neçəsinə təyin olunsun. Bax, təyin olunma budur. Və bununla bağlı deyir ki, yerə Milli Məclis səlahiyyətinə aiddir, 63 səs çoxluğuna qərar qəbul olunacaq. Sonra amnistiya var. Amnistiya Milli Məclisə aid olan məsələdir. Əfv etmə prezidentə. Yaxşımı? Amma qəbulda amnistiya sözünü görəndə, axı amnistiya sözünün nə sualına cavab verir? Düzdürmü? Nə? Bəli. Biz də demişdik ki, nə sualına cavab verirsə bu ümumi qaydadır. Amma amnistiya burada istisnadır. Amnistiya sözü istisnadır. Nə sualına cavab verir, amma ümumi qayda deyil. Milli Məclisin həll etdiyi məsələdir. Yaxşımı? Həll etdiyi məsələdir. Bir də bələdiyyə hesabatlarının dinlənilməsi. İndi Milli Məclis bələdiyyə hesabatlarını dinləyir. Amma bu o demək deyil ki, bələdiyyələr Milli Məclisə tabedir. Yadında qalsın. Sadəcə hesabatlarını dinləyirlər. Sonra dedik ki, indi bu Milli Məclisin həll etdiyi məsələləri bitirdik. Düzdürmü? Bax, Milli Məclisin həll etdiyi məsələlərlə bağlı həm qanun, həm qərar qəbul edir. Bunu necə yadda saxladıq? Dedi ki, ilk beşlikdə duran məsələ. Bəli. Bununla bağlı qanun, yerdə qalanınla bağlı qərar qəbul edir. Düzdürmü? Qərar qəbul edir. Bəli. Sonra dedik ki, ilk beşlikdə duran məsələdə, yerdə qalan məsələdə hamısı 63 səs çoxluğuna həll olunur. Düzdürmü? Bəli. Amma iki dənə məsələ var. Bir, ombudsmanın təyin edilməsi. Neçədir? 83 səs çoxluğu. Prezidentin nə bilməyim. Nəyi? Prezidentin də neydi? 95 səs çoxluğu idi. Prezidentin impeachment qaydasına girməsi 95-dir. Bir dənə də 83-ümüz qalıb. O hansı idi? Məhkəmələrin, 3 dənə məhkəmənin vəzifədən kənarlaşdırılması, kənarlaşdırılması 83 səs. Qalan hamısı 63 qərar. Yaxşımı? Sonra sənə sual düşəcək ki, misal üçün, aşağıdakılardan biri ilə bağlı Milli Məclis razılıq vermir prezidentin təqdimatına əsasında. Yazacaq ki, baş nazirin vəzifəyə təyin edilməsi görüşü razılıq verir. Bax, altına xətt çəkmişəm. Baş prokuror vəzifədən azad edilməsi, təyin edilməsi razılıq verir. Və yaxud da sülh bağlanması razılıq verməsi görüşü razılıq verir. Bir də yazacaq referendumun təyin edilməsi. Buna bağlı razılıq vermir axı. Gördün? Oxuyuruq. Yəni, prezidentin təqdimatına əsasən referendum təyin olsun, belə bir şey yoxdur. Milli Məclis özü təyin edir referendumu. Kiməsə razılıq verir. Bir, buna baxacaqsan. Bir də sizin imtihana düşə bilər. Deyə bilər ki, aşağıdakılardan hansı ilə bağlı Azərbaycan Respublikasının prezidenti Milli Məclisə müraciət edir. Deyəcəksən ki, bu qədər hal var da, düzdür. Heç birində müraciət yoxdur. Misal üçün, görürsən ki, təqdimatına əsasən. Amma bir dənə yerdə müraciət var. Hansı yerdə o? Bax, 17-ci bənd. Prezidentin müraciətinə əsasən müharibə edilməsinə sülh imzalanır. Bir sual belə düşəcək 17-ci bənddə sənə. Bir də deyəcək ki, prezident müharibə elan edilməsinə bağlı Milli Məclisə
təqdimat verir, yoxsa müharibə elan edir? Üzrsən, müharibə elan edilməsinə bağlı Milli Məclisə təqdimat verir, yoxsa müraciət edir? Müraciət edir. Müraciət edir. Müraciət edir, düzdür. Sonra keçirik digər bir məsələyə. Artıq bunları da keçdik. Deyirik ki, bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisin səlahiyyətlərinə aid edilən digər məsələlər, yəni səlahiyyətinə aiddir Milli Məclisin, amma burada göstərilmir başqa məsələlər. Və yaxud da ki, Milli Məclisin işi ilə əlaqədar olan digər məsələlər, bir də Milli Məclisin münasibət bildirməsi zəruri olan digər məsələlərlə bağlı nə qəbul edəcək Milli Məclis? Qərar, neçə səs çoxluğuna? 63. 63. İndi, bax, Milli Məclisin səlahiyyətinə aid olan, amma burada yazılmayan bir dənə məsələni sənə deyəcəm. Deyəcəksən ki, müəllim necə? Prezident vəzifədən gedəndə onu əvəz edən şəxslər var, düzdür? Bəli. Prezidenti ən axırıncı əvəz edən şəxs kimdir, bilirsən? Milli Məclisin sədri. Yox, sədrin müavini. Yox, Milli Məclisin sədri düz deyirsən. Amma axırıncı deyil də, yəni sədri də əvəz eləyə bilməsə kim əvəz eləyir? Sədri də əvəz edə bilməyində müavini. Yox. Müavin yox. Yox, orada səs çoxluğu ilə kimsə əvəz edir. Səs çoxluğu. Yəni Milli Məclisin müəyyən etdiyi səlahiyyətli şəxs belə gedir. İndi deyirik ki, həmin o Milli Məclisin seçdiyi səlahiyyətli şəxs Milli Məclisin həll etdiyi məsələdir, yoxsa ümumi qanun deyir ki, həll etdiyi məsələdir. Onunla bağlı neçə səs çoxluğu? Axı burada yazılmayıb həmin adamın adı. Bilmirik neçə səs çoxluğu. Onda 83. Yox, 83 yox. Bax onu deyirik də. Deyirik ki, əgər burada yazılmayıbsa, amma Milli Məclisin səlahiyyətinə aiddirsə həmin məsələ, onunla bağlı 63 səs çoxluğuna qərar qəbul olunur. Qərar qəbul olunur. 63 səs qərar. Qərar. 63 səs çoxluğundan qərar qəbul olunacaq. Sonra qanunverici təşəbbüsü hüququ bura qədər keçdi. İndi bura qədər biraz genişdir. Çox genişdir mənim. Oxu günahın bura qədər bunu. Növbəti dəfə inşallah, növbəti sabah yox bir gün də bir də dərsimiz. Onda da növbəti yaxşı. Saat neçə oldu mənim indi? Onda 2-6 oldu vaxtlarınız. 2-6 yox. 2-6 yox. 2-6 səndə az idi, proqramı çoxdur. Həftədə 3 gün eləməli ki, çatdıra biləsən. Həmən inşallah Nuriyə də girmək fikrim var. Nuriyə də girəcəm, burada yekunlaşdıraq. İnşallah. Gedəndə onsuz Nuriyə gedəndə çox güman ki, mən də keçəcəm. Elə bir gedib baxarım. İnşallah gedəndə nə olur. Yaxşı. Özbə yaxşı bax, atacam rekordu da baxarsın. Onda mənim vaxtı bir dənə mənə dəqiqləşdir deyəsiniz ha. Yaxşı, narahatım. Dəqiqləşdir deyəcəm. Azərbaycan. Oldu. Oldu, çox sağ olun. Sağ ol.